1 iyun blok imtahanında düşmüş informatika suallarının 80-ci sualın izahına baxırıq. Defti. Deməli, for i in range 0 lena, yəni A siyahısındakı bütün elementləri bir-bir götürəcəyik. A0, i-nin yerinə ilk öncə 0 qoyanda A0 bərabər olur. Yəni, siyahının ilk elementini təyin eləyəcək bundan. A0 bərabər olur K, A, I. Deməli, K, A, I, yəni K olur K13. K13-ü deflə tapanda, burada baxanda başa düşmək olur ki, for i in range 1, B plus 1-dir. 1-dən B plus 1-ə qədər, yəni B13-dür burada. B13 olanda bu olur 14. Bu da o deməkdir ki, 13-ə qədər, yəni B-nin özünə qədər, 1-dən B-yə qədər bütün elementləri götürür. Bütün, yəni i-nin qiymətləri 1-dən B-yə qədər ədədlər olur. Və bu da görək nə istəyir? Şərtdə deyir ki, if B faiz i bərabər 0-dırsa, bu da o deməkdir ki, B-ni, yəni 13-ü bütün i-lərə, i-nin 13 qiymətinə də bölüb yoxlayacaq. Əgər bölünürsə, S bir vahid artır. Bölünmürsə, artıq o birisini yoxlayır. Hamısını yoxlayır. S yəni artır. S əgər 2-dirsə, sonda B-nin özünü qaytaracaq. Yox, S 2 deyilsə, yəni 2-dən əlbəttə ki, az ola bilməz. Çünki ədəd, istənilən ədəd 1-ə və özünə bölünür. Burada 13 olanda 1-ə də 13-ə də bölünəcək və S olacaq 2. Deməli, burada isə S 2 olmadığı halda, yəni ədəd sadə ədəd deyil də, bu deməkdir. Onda da B-dən bir vahid çıxıb qaytaracaq bizə defin qiyməti. Buradan da belə başa düşmək olur ki, ilk öncə 13-ü götürsək, K13, yəni buradan başa düşmək olur ki, S2 olacaq. Çünki bir dəfə 13-ü 1-ə böləndə bu şərt ödənəcək. Sonra 13 başqa heç nəyə bölünmür, 13-ə bir də bölünür. Ondan sonra bir dəfə də ödənəcək və olacaq 2. S də 2-dirsə, return B deyir. B-ni qaytardı. Deməli, siyahımın ilk elementi olacaq elə 13-ün özü. Ondan sonra ikinci, deməli, burada götürürük A0 götürmüşdük, indi də A1-i götürürük. A1 də 25-dir. 25-i yoxlayırıq. Gəlirik burada 25-i yoxlayırıq. Yəni 1-dən 25-ə qədər 25-in bütün ədədləri bölüb yoxlayacaq. Əlbəttə ki, 1-ə bölünəcək, 2-yə bölünməyəcək, 3-ə bölünməyəcək, 4-ə bölünməyəcək, amma 5-ə bölünəcək. Sonra 25-in yəni bölündüyü ədədlər yəni 2-dən artıqdır. Çünki 25 sadə ədəd deyil. Gedəcək və ən sonunda 25-ə də bölünəcək və ona görə də S 2 olmayacaq. S-in 2 olmadığı hal isə budur. Return B-1. Deməli, ikinci elementimiz olacaq 24. Çünki bir vahid azaldıb qaytarır bizə. Sonra artıq ehtiyac olmur bunları yəni həll eləməyə. Elə şifahi həll eləmək olur. 14 özü də sadə ədəd deyil. Deməli, 14 də bir vahid azaldacaq. 13 yazacaq. Amma 17 sadə ədəddir. Özünü qaytaracaq. 18 də sadə ədəd deyil. Bunu da 17 olaraq qaytaracaq bizə. 19 sadə ədəddir. 19 olduğu kimi qalacaq. 32 isə sadə deyil. Deməli, 31 olaraq qaytaracaq və siyahımız bu formada olacaq. 13, 24, 13, 17, 17, 19, 31. Bu da B variantı.